Salam, hər vaxtınız xeyir. Əlim xəmirlidir. Yayma xəncəli eləyirəm. Hava soyuq olmasından istifadə eləyərək. Yağ soğanı addelini qızartdım. Əti də addelini. Sonra da birləşdirdim. Tam düşürmü bilmirəm. Xəmirimizi də yoğururam. Onu da göstərəcəm. Bu da ki, xəmirimiz yəni yumuşaq deyil, bərk xəmir alınmalıdır. Ona görə də yəni yoğurdum. Demək 4 stəkan 200 ml stəkan ölçüsünə 4 stəkan un, 2 yumurta, 1 xörək qaşığı duz, bir də mən biraz sarı kök vurdum. İndi vurmaq istəməyənlər vurmaya bilər. Yəni o da zövqə görədir. İndi xəmirimizi yoğurdum, hazırdır. İnşallah yoldaşım işdən gələndən sonra da bişirəcəm. Yəni yayacam, kəsəcəm, suya atıb bişirəcəm. Göz haqqınızı halal eləyin. Bir də hazır formasını paylaşacağım inşallah. O da ki, imkan olsa çəkərəm. Yəni hər dəqiqə yeməkləri paylaşa bilmirəm, çəkə bilmirəm.